Ruhaniye'nin mətbəxinə xoş gəlmisiniz. Bugün sizinlə spagetti yeməyini paylaşacağım. Əvvəlcədən qovurduğum soğan, üzərinə bir ədəd pomidoru diyorkadan çəkib soğanın üzərinə əlavə edirik. Sonra isə doğrayıb üzərinə əlavə edirik. Biraz bu formada böyle biraz kızarandan sonra üzerine su əlavə edəcəyik. Bu formada da çok dadlı olur. Hardasa bir 5 dəqiqə bu formada yağın pomidorun üzerinde biraz kızarandan sonra üzerine kaynar su əlavə edəcəyik. Bu formada da çok dadlı olur. Hardasa bir 5 dəqiqə bu formada yağın pomidorun üzerinde biraz kızarandan sonra üzerine kaynar su əlavə edəcəyik. Ona göre mən əvvəlcədən bir ədəd soğanı kızardı. Üzerine bir dənə pomidoru diyorkadan çekip biraz soğanla pomidoru qovurmuşdu. İndi isə spagettilər kızardı. Üzerine kaynar su əlavə edirik. Üzerine çıxana kadar kaynar su əlavə edirik. Tuzunu da özünüz gördüğünüze göre üzerine əlavə edə bilərsiniz. Pişti, hazırdır. Bakın görünücü de bəndendi ve hiç yapışmalıdır. İstəsəniz diblərini yaxşı da kızarta bilərsiniz. Pişirin, siz de yiyin. Çok dadlı olur. Beğenilərinizi ve yorumlarınızı gözləyirik. Əziyyətlərimizə dəysin. Biz de bildiyimiz yeməkləri sizinlə paylaşırıq. Təşəkkür edirik hər birinizə.